Hövsan qəsəbəsi Soltan Qılmanov küçəsinin sakinləri nahamar yolların əlindən dad eləyir. Deyirlər yollar o qədər bərbaddır ki, əsas yola çıxınca üst başları toz palçığa batır. Təbii ki, sağ-salamat başa vurub həmin yola çıxa bilsələr. Asfalt üzü görməyən bu yol yaşlı cavan demədən hər kəsi incitməyi sanki özünə borc bilir. Bunu biz yox, illərdir bu 1 kilometrlik yolda əziyyət çəkən sakinlər deyir. Onların sözlərinə görə dəfələrlə burada yıxılıb xəsarət alıblar. Problem əlindən bezən qonşular sən demə bir himə bəndimiş. Çəkiliş qrupumuzu görən kimi ürəkləri açıldı, nə açıldı. Məsələn, bu yolu gedib heç yer, hökmən gəlib bir nəfər olsun, mənim qoluma girsə, mənə buradan aparsın. Uşaqlar gedəndə yıxılı, mən özüm əli bir dəfə deyib, bura gələndə, əgər bu mənə tutmasaydı, burada ayağımı ilişdi, yıxılmışdım gələk. Söhbət zamanı belə məlum oldu ki, sakinlər öz imkanları hesabına yolu təmir etməyə çalışıblar. Kimi qum, kimi çınqıl, bir sözlə kim nə tapdı, gətirib yola səpib. Amma nə fayda? Görülən işlərin ömrü bir yağışa baxır. Dəniz qumu ilə doldurmuşdum buranı. Daha palçıq olmurdu. Yağış yağdı, buradan keçmək olmur. Uşaqlar məktəbə getməyə ya maşınla gedirlər, dayanırlar ki, kim keçir, onlarla buradan keçə bilsinlər. Qətiyyən mümkün deyil buradan keçmək. Biz də ki, ancaq maşınla gedirik. Sakinlərin problemi bununla bitmir. Asfalt kimi küçə işıqları da bu küçəyə yaddı. Yol boyu bircə dənə də işıq dirəyi görmək mümkün deyil. İndi günün qaranlıq saatlarında bu yolda gediş-gəlişi siz təsəvvür edin. Bu torbalar tutur, uşaqlar gedir, gəlir. Dizəcə palçığın içində çatmalısan magistrala. Mümkün deyil də. Bunun uşağı var, qocası var, cavanı var, maşını var. Bu maşınlar gündə remonta getməlidir ki, yol belə gündə deyil. Bir də işıqlandırma sistemi. İşıqlandırmaq kör gün deyil. Gəl indi səhər 8-in yarısı durursa ki, işə getməyə, işləyirəm, mən də işləyirəm. Digər qaranlıq, gözün yalvarırsan ki, kim gedəcək maşınla, saxlayacaq sənin üçün, sən minəcəksən maşına, gedəcəksən iş yerinə. Onu da öyrəndik ki, hər iki problemlə bağlı sakinlər müvafiq qurumlara dəfələrlə müraciətlər ediblər. Çətinliklər həllini tapmadığı üçün bu dəfə biz problem komandası olaraq onların problemlərinə çarə axtardıq. Üst tutduq ərazidən cavabdeh qurum Hövsan Bələdiyyəsinə. Bələdiyyə rəsmisi Bəhmən Məmmədov ilk növbədə asfaltsız yollar məsələsinə açıqlama gətirdi. Hövsan qəsəbə daxili asfaltsız küçələrin asfaltlanması barədə Suraxan rayon İcra Hakimiyyətinə müraciət olunub. Yol həmin söz gedən ərazi Azərafta-yolun balansında olduğu üçün rayon İcra Hakimiyyəti tərəfindən Azərafta-yola müraciətlər daxil olunub. Soltan Qılmanov küçəsi də söz gedən sakinlərin müraciəti və özümüzün təşəbbüsümüzlə mərhələli şəkildə asfaltlanması üçün nəzərdə tutulub. Bələdiyyə rəsmisi işıq dirəkləri ilə bağlı problemə də münasibət bildirməyi unutmadı. Onun sözlərinə görə küçənin işıqlandırma prosesi də diqqətə alınıb və asfaltlanma işi ilə birlikdə həyata keçiriləcək. Problemlərin tam olaraq nə vaxt aradan qaldırılacağı ilə bağlı isə dəqiq tarix öyrənə bilmədik. Əsas odun məsul qurum tərəfindən vəd verildi. Sakinlərə isə biraz da səbirli olub həmin günü gözləmək qalır. Zeynəb Rövşən qızı, Rüstəm Abdullayev, Nəzrin Nəzərli, Real TV.